ata mənim üçün ayıb olmasın demək Allah yerində idi. Həyatımın mərkəzində idi. Əzabı həz kimi baxmağın əleyhinəyəm təbii o mazoxist qoxusu gəlməsin deyə. Mazoxizm qoxusu gəlməsin burada. Ruh tam olaraq insanın harasındadır və yaxud da tam olaraq nə idi ruh deyəndə. Çünki ateistlər və nihilistlər və ümumiyyətlə yoxdur deyənlər var, yoxdur. Hər şey yoxluğa aparanlar incik qəlblərdir. Həzzin ən böyük sevgi. Sevgi nəyə qurban etməliyik ki biz? Həqqi sevgini datsaq. Həqqi sevgini dadanlar bilir. Salam Əli bəy, hər vaxtınız xeyir olsun. Aleyküm salam. Bugünkü bizim çəkilişimizin qonağı sizsiniz və çox şadım. Mən də şadamım. Mən bir-iki də izlədim qısa sizin videolardan. Qısa izlədim hələ ki, amma dərinə getməmişdən artıq o müəyyən dərinlik qoxusu, atmosferi duydum. Ona görə şadam. Allah, çox sağ olun, minnətdaram. Mən ümumiyyətlə çalışdığım nədir? Özümün istədiyim mövzular və çağırdığım qonaqlar, çağırdığım şəxslər həm özümün, həm də həmin şəxsin razılaşdırdığı mövzularını öz belə subyektiv düşüncələrimiz çərçivəsində fikirlərimizi ifadə etməkdir. Bugünkü mövzumuz bildiyiniz kimi müasir dövrün həm subyektiv olaraq, həm də məncə bir sıra ciddi şəxsin ortaya qoyduğu ən böyük sıxıntılardan, problemlərdən biri həyatın mənası, həyatın anlamı problemidir. Niyə görə? Çünki hazırda bugünkü siyasi iqtisadi sistemin məncə insanlarda yaratdığı ən böyük o sıxıntı, ən böyük boşluq insanları maddi həzlərlə və yaxud da maddi belə deyək şeylərlə insanları daha çox məşğul etdiyi üçün insanların həm mənəvi aləmlərinin boşluğu, həm də həyatdakı tam olaraq o bir müddətdən sonra çönüb insanın mən nə eləyirəm, mən nə işlə məşğulam sualını verəndə məncə əldə etdiyi və yaxud da özünə verəcəyi bir cavab olmur. Ona görə sizin fikirləriniz açığı mənim üçün də məncə izləyicilər üçün də maraqlı olar. Çox qısa Əli Nağıyev kimdir və bu suala təbii ki öz subyektiv cavabınız. Əli Tariyeloğlu Nağıyev kimdir deyən, çünki bizim Azərbaycanda Əli və Nağıyev familiya və ad birləşməsi var maşallah. Əli Tariyeloğlu Nağıyev obraz olaraq maddi dünyada həkim tibbi baza üzərindən ikinci ali təhsil kimi klinik psixologiya oxumuş biridir. Özüm haqqında üçüncü şəxs kimi desəm, xoşlamadığım bir şeydir, amma sizin sualın xətrinə. Və bugün də psixoterapiya, yəni psixi problemlərin psixoterapiya, söz və beyin vasitəsilə müalicəsi ilə məşğul oluram. Dərman vasitələrindən həkim bazası olmağa baxmayaraq qaçmaq şərti ilə maksimum. Belə götür, cəmiyyətdə əsas mövqeyim. Bəzi ictimai yöndə fikirlər səsləndirmişəm. Dövlət televiziyamızda 10 il ailə həkimi verilişini aparmışam. Öz ideyamda o sözdə ailə həkimi sözü. Yəni ailə həkimi ilkin səhiyyə institutu kimi hələ təbliğ olunmağa təzə başlayırdı onda. Və ondan başqa da müxtəlif televiziya kanallarında çıxış edirəm, eləmişəm. Belə bu şəkildə, yəni çalışmışam ki, düşündüyümü çatdırım. Mənim həyatım mənası budur. Yəni doğru bildiyimi çatdırmaq. Hansı imkan və kanalda olur olsun. Sözünüzü kəsim, çox qısa buna bir şərh bildirim. Mənim özümün də məsələn birinci Əli Nağıyev deyəndə o evdə uşaq vaxtı biz də evdə hamımız izləyirdim məsələn verilişi. ASTV-də gedirdi. Dövlət kanalımız ASTV-də gedirdi. Dövlət kanalına gedirdi. Mən uşaq vaxtından izləyirdim onu. Mənim üçün həmin anda maraqlı idi. Bu gün də maraqlısınız. Çox sağ olun. Məncə izləyicilər üçün artıq Əli Nağıyev obrazı belə deyək. Bir həkim obrazı, var. O bir tərəfimi çalışıram daha çox qabardım. Psixoterapiya tərəfini, klinik psixologiya, ümumi psixologiya, ruhi bilik tərəfini bugün daha çox qabartmaq istəyirəm. Çünki hamımızın ölümümüz var və ölümdən sonraki günlərimizə, varlığımıza, yaşayışımıza töhfə aparmalıyıq maksimum. O mənada həyatın mənası və bu tərəfi də çatdırmağa çalışmaqdır. Amma həyatın mənası haqqında sual necədir? Həyatın mənası, həyatın anlamı, belə deyək. Mənim üçün deməkdən əvvəl mən deyəcəm ki, niyə həyatın mənası aktuallaşır? Və bir də bir maraqlı bir məsələ var, bunu deməmişdən əvvəl. Xəbəriniz olsun ki, psixoterapiyada həyatın mənasını axtaran məktəb var. Müalicə üsulu var. Vaxtilə konslager, konsentrasiyon düşərgələrdə olmuş Yahudi əsilli Frankl adlı bir alim logoterapiya, yəni humanistik psixoterapiya, logoterapiya çıxardıb ortaya ki, həyatın mənasını tapmaq anlamındadır. Yəni, pasiyent depressiyadan o vaxt çıxır ki, həyatın mənasını tapır. Ona görə aktualdır. Yəni, və təşvişdən çıxır ki, həyatın bugünkü mənası anlamını tapır, sabaha fikirləşmir. Yəni, çox gözəl üsuldur, humanistik
metodlardan biridir. Humanistik metodlardan biridir. Pasientlə birgə o halı yaşamaq metodlardan biridir. Və orada da psixoterapevtin həyatın mənası olur ki, onu bunu yaşatsın. Amma həyatın mənası gözəl bir ticarətdir həm də. Qədimdən qurulan psixoloji və fəlsəfi ticarətdir. Gəlin sizə həyatın mənasını öyrədəcəm deyib, göydə ulduzları göstərib, altdan özün həyatın mənası olan banal həzlər alan çoxlu dırnaqarası müəllimlər olub. Yəni, həyatın mənası həqiqətən həm maraqlı, vacib, həm də təhlükəli mövzudur. Çünki insan nəinki insan, bütün ruhlar həzz axtarır, varoluş həzzi başda olmaqla həzz axtarır. Və bu həzzi hərə bir səviyyədə görür, düşüncədə görür. Həzz var ki, qısa müddətlidir, həzz var ki, uzun müddətlidir, həzz də var, əbədidir. Və həyatın mənası məncə əbədi həzzi anlamaqda və bunun üçün yaşamaqdadır. Bəli, bugünkü kiçik həzlərimiz əbədi həzzə işarə verirmi? Əlbəttə verir, pəncərə açır. Demir məndən yapış, deyir, məndən nəticə çıxart. Halal həzz əbədi həzzin çıxışıdır, pəncərəsidir. Ona görə həyatın mənası nə qədər hedonistik səslənsə də həzz almaqdır. Amma həzzin növünü, bəli, subyekt öz səviyyəsi, düşüncə səviyyəsinə görə seçir və həyata baxışına görə seçir. Burada bir şəxsin adını seçdiniz, Viktor Frankl'ın. Bəli. Deməli, çox maraqlı bir nüans deyəcəm. Mən Viktor Frankl'ı araşdırmazdan qabaq öz ağlımda belə bir struktur yaratmışdım ki, fəlsəfə ilə psixologiyanı birləşdirib, məhz bu, xüsusilə də birinci bunu deyim, mənə görə psixoloqların ən çətinlik çəkdiyi mövzulardan biridir. Misal üçün, intihar edən şəxsi, intihar etmək istəyən şəxsi və yaxud da intihara cəhd edən şəxsi həyata qaytarmaq, yəni bu çox sıxıntılı mövzudur. Mənə görə də bu daha çox fəlsəfə ilə mümkün idi, xüsusilə də psixologiyanın həmrəy olan fəlsəfə. Və hətta ağlımda belə bir fikir var ki, Azərbaycanda sırf yaxşı bir psixoloq tapım və onunla bir yerdə belə bir məktəb və yaxud da belə bir müalicə üsulu yaradım. Amma sonra Frankl oxudum, gördüm ki, sənin artıq var imiş bu. Bizim hər bir yenilik yaxşı unutduğumuz köhnəlikdir. Rusların məsələni çevirdim. Bəli. Orada da Viktor Frankl'ın kitabında çox yaxşı bir hissə var idi. Mən həmin kitabdan sonra artıq belə deyək bu mövzuya fərqli bir aspektdən, çərçivədən baxmağa başladım. Həmişə bu həyatın mənası mövzularında daha çox misal üçün vurğuladığımız, daha çox istifadə elədiyimiz nüanslardır, həzlərdir və yaxud da xoşbəxt anlardır, əbədi və yaxud da həzz deyəndə mən geniş anlamda götürdüm də, sırf fiziki həzdən təkcə söhbət gedir. Təbii ki, ümumi anlamda. Amma orada Viktor Frankl çəkdiyimiz ağrıları, çəkdiyimiz acıları, izdirabları da bu mənanın içinə qatır və deyir ki, həyat əgər bunlardan ibarətdirsə, biz yalnız mənanı yaxşı nüanslarda görə bilmərik. Mütləq ki, bu əzabların da bizim o mənanın özündə bir anlamı var və bunlar ikisi bir yerdə bir həmrəylik kəsb edir. Bəli, bax, kəşf etmək özdə həzdir də, insight deyirlər psixologiyada. İnsan insight eləsə, yəni kəşf eləsə ki, çəkdiyi əzab nəyə görəymiş, bu da həzdir. Yəni əzabın özü həzz deyil ha. Əzabı həzz kimi baxmağın əleyhinəyəm, təbii o mazoxist qoxusu gəlməsin deyə, mazoxizm qoxusu gəlməsin burada. Amma çəkdiyin əzabdan sonra çəkdiyin əzabın niyə başına gəldiyini kəşf etmək həzdir. Mənim atam dünyasının 42 yaşında dəyişib. Mən evin böyük oğluydum. Atam mənim üçün ayıb olmasın demək Allah yerində idi, həyatımın mərkəzində idi. Və mərkəz dağılana nə olur? İnsanın dünyası dağılır. Böyük mənəvi əzab oldu bir il ərzində, o 13 yaşında yadımdadır. Bugünkü gündən o günkü günə baxanda başa düşürəm ki, atam getməsəydi həyatıma Allah gəlməzdi. Atam getməsəydi ali şəxsin varlığını duya bilməzdim. Bu ağır psixi travma məni böyük həzz qapısına gətirib çıxardı. Dediyinizə təsdiq eləmək istəyirəm, misal özüm üzərinə. Mən də buna oxşar bir cümlə yazmışdım. İnsanı daima bu fərqindəliyə gətirən və yaxud da ali hisslərə aparan yönlərdən biri də insanın ən önəm verdiyi şəxsi itirməsidir. Bu onun həyatında çox önəmli bir hissə tutur mənə görə. Bir də orada bir ifadə işlətdiniz. Həyatın anlamı o əbədi
həzzə, əbədi anlama aparan yoldur. Burada çox önəmli bir sual var. Yəqin ki, eşitmisiniz siz də. Əgər misal üçün bizim üçün önəmli olan, yəni həyatın mənası məhz bu həzzlərdirsə, o zaman bu həzzin vacibliyi mənanın harasında yatır? Yəni misal üçün sizi hal-hazırda bir süni intellektə deyək də, süni intellektə bağlayırıq və siz süni intellektdə olduğunuzun fərqində olmursunuz. Amma orada duyduğunuz, orada sizə verilən həzz anlayışları sizin üçün, onun içində olanda real olur. Yəni siz onun içində elə bilirsiniz ki, realdasınız, amma yəni, orada yaşadığınız həzzlər, misal üçün yediyiniz qidalar və yaxud da gəzdiyiniz ölkələr, bunlar sizə bir belə deyək, fərqi yoxdur. Fikir olaraq verilir və yaxud da düşüncə olaraq verilir. Həzz dad olaraq qavranılır. Düşüncə olaraq həzz çatdırıla bilməz. Həzzi dadmalıyıq biz. Virtual, ya bilim, gerçəklikdə olsun, süni intellekt içində olsun və yaxud da simulativ dünyada olsun, duyan ruhi varlıqdır mənəm. Mənim hansısa orqanımı qıcıqlandırıb həzz verən kimi bir şeydir. Amma həzzi mən duyuram. O mən ki var, ha? Virtualdan da fərqlidir, İİ-dən də fərqlidir, yəni süni intellektdən də fərqlidir və külli müşahidə etdiyimizdən fərqlidir. Həzz daddır. Həzzi nəzəri olaraq çatdırılmazsın. Almanın dadı budur. 1000 il tərifləsəm, sən almanı dişləməmiş onun dadını bilməyəcəksin. Yox, hə, bildim. Əlbəttə. Bu mənada həzz mənanın mərkəzindədir. Yəni həyatın mənası bir də vurğulayacağam, həzz almaqdır. Amma həzzin növü fərqlidir təbii. Əlbəttə. Amma bütün həzzləri, hətta kəşfdən duyduğumuz mənəvi həzz dediyimiz həzzdən tut, cinsəl həzzə qədər ruh alır. Ruhdadır. Və köhnə ruhani üstadlar deyirdi ki, ruhi dünyada həzz o qədər davamlıdır ki və o qədər güclüdür ki, hər toxunuş orqazm qədər güclüdür. Ruhi dünyada orqazma bənzədir. Burada ruh deyəndə bildiyimiz səmavi dinlərin bizə satdığı ruh anlayışıdır, yoxsa məsəl üçün səmavi dinlər bizə ruh anlayışı psixologiyada çatdırmır, inciməyin. Yəni gəlin bura səmimi danışaq. Səmavi din dediyiniz əgər Hinduizm deyil, özü yeri gəlmişkən. Yahud Musəvilik deyəcəm, Yahudilik xoşdamına o sözü. Musəvilik məktəbi, İsəvilik məktəbi, Muhammədilik məktəbidirsə, Muhammədilikdə ən çox bundan danışılır, təsəvvüfə gəlib çıxandan sonra, can və canan mövzusu. Onun müqəddəs kitab hesab etdiyi Quran-ı Kərimdə belə, ya Muhammed, səndən ruh haqqında soruşanlar deyir ki, bu barədə sizə çox az bilik verildi. Yəni o vaxtki dövrün insanının bunu qavramaq üçün təfəkkür və dünya görüşü kifayət qədər dünyəvi elmi yox idi. Allah bugünə saxlayır ki, elminiz olsun, yavaş-yavaş özünüz anlayacaqsınız. Tamam, o zaman burada yəni, ruh deyəndə tam olaraq nə nəzərdə tutulur? Ruh deyəndə əsl mənliyimiz, ali, canlı materiya növü. Mən materialistim. Ruh deyəndə yəni bildiyimiz bu ruh dediyimiz şey aləmdən dualist ideya deyil. Yəni daha dərin bilikdir özün haqqında. Ruh bölünməz varlığındır. Bölünməz, həmişə mövcud olmuş və mövcud olacaq olan hiss və dərrakə ilə dolu olan, dop-dolu olan bir materialdır. Ali canlı materiya, mənlik növüdür, mən anlayışıdır. Siz ruhu şuurdan ayırırsınız burada, yoxsa şuur dediğiniz şey ruhun öz varlığını hiss etməsidir, vəssalam. İlkin şuur heyvanlarda şuur canlı varlığın özünü hiss etməsinə deyirlər. Yəni elmdə şuur bu deməkdir. Siz dərk etmə deyirsinizsə, dərk etmə ruhun keyfiyyətidir. Özünü dərk etmək şuurdur. Üstə gəl. Mən ayırıram nəyi? Beyin kompüterimizi ayırıram. İşlətdiyimiz cihazı özümüzdən ayırıram. Beyin bir cihazdır. Mən it bədənində də olsam, itin cihazı ilə özülə davranacağım. Necə mən bir 30 manatlıq balaca telefon işlədim, ya 2000 manatlıq, 3000 manatlıq. İşlədən mənəm. Burada özümü göstərə bildiyim dərəcə ilə. Buradakı özünü ifadə dərəcəsi eyni olmayacaq. Yəni bahalı telefonda mən yüksək telefon, ramı yüksək telefonda mən daha çox özümü ifadə edəcəm. Özümü daha çox inikas, əks etdirəcəm. Beləliklə insan bədəni də bizim ruhi biliyə görə və qədimdən gələn bilikdir. Mən sadəcə bunu elmi əsaslarla təqdim edirəm. İnsan bədən forması, humanoid forma özünü tanımaq imkanı verdiyi üçün ruhu potensialını üzə çıxarda bilən formadır. Və Allaha dediyimiz ali varlığa, ruhi həyatımıza veçni kayf rusca deyirlər ya, əbədi həzzə qayıtmaq üçün yeganə silahımız beynimizdir. Bizim o yüksək ramlı cihazımızdır. İzləyicilər üçün aydınlaşdırmaq üçün sual verir. Mən də özüm üçün asılı. O zaman insanı bir dənə ayıraq tam olaraq. Şuur bizim ruhu anlamağımız üçün istifadə etdiyimiz. Şuurla dərrakən biz qarışdıq bəlkə termin olaraq. Mən termin olaraq psixologiya və tibbdən çıxış edirəm axı.
fəlsəfə, psixologiya, tibbi qarışdırsaq, şuur, rusca soznaniye, mənliyimi hiss etməkdir sadəcə. Şuur odur. Dərrakə isə niyə sualına cavab verməkdir. O dərrakəni əldə etdiyimiz proses əqli proses, ağıl prosesidir. Belə bölə bilərik. Hisslər, şuur, ağıl və dərrakə müxtəlif səviyyələrdir. Yəni belə o şablon, daha doğrusu şablon deməyim də buna, daha cahil kimi belə bir sual verirsə əgər, ruh tam olaraq insanın harasındadır və yaxud da tam olaraq nə idi ruh deyəndə. Çünki siz dediyiniz iki ayrı kateqoriyanı birləşdirmək cəhdidir. Harasında olduğunu bilmirəm, amma bilirəm ki, hər yerinə yolu var. Sinir sistemi vasitəsilə hər yeri hiss etmək qabiliyyətindədir. Sinir sistemini istifadə edərək. Tamam. Amma qədimdə və indi də mən deyəndə əlinizi hara qoyursunuz? Lap sən də uşaq kimi sizə cavab verim. Mən də görüm əlini dəyərli qardaşım hara qoyursun? Normalda mən deyəndə belə. Ay sağ ol. Çox gözəl. Hətta bəzi masonik təşkilatlar, bəzi qədim türk yəni əqidəsi birləşdirən qardaşlıqlar, bəzi insan qruplar bir-birinə əlini sinəsinə qoyub belə baş əyib cavab verir. Əl açıq, bağlı müxtəlif işarələr var. Yəni mən deyəndə bəbəş var, 3 yaşında uşaq, özünü mən olaraq tanıyan, mən deyəndə barmağını düz bura qoyacaq. Və hinduizmdə ruh haqqında bəzi biliklər var, o bilik deyil, məlumat deyək. Bilik odur ki, sübut olunmuş bir şeydir. Məlumatlar var hinduizmdə çox zəngin, orada deyil 7 çakra, enerji mərkəzi var və ana hata çakra, yəni 3 yuxarı, 3 aşağı, ortada biri var, cəmi 7-dir. Ortadakı ana hata elə mən, ruh orada oturur deyir. Və oradan deyir, şey deyir. Ola bilsin, bu mənim üçün aktual deyil. Mən üçün aktual deyil. Harada oturursam otururum, bu varlığım, bu bədənim vasitəsilə geri qayıtmaq şansım var. Yəni evimə qayıtmaq şansım var, oyundan çıxmaq şansım var. Bu oyunun dəhşəti ondadır ki, oyundasan amma oyunda olduğu bilmirsən. Çıxmaq şansı verir bu biliklər. O zaman belə deyək, hazırda məna anlayışına danışdıq və bizim üçün məna nədir? Bəs bir də məsələnin tam əks qütbü var, hansı ki, nihilistlərə görə həyatın anlamı yoxdur, mənası yoxdur. Bəs anlam yoxluğuna qarşı hansı cavab verilə bilər? Baxın, mən hər şey deyirəm, ateistlər və nihilistlər və ümumiyyətlə yoxdur deyənlər var, yoxdur. Hər şey yoxluğa aparanlar incik qəlblərdir, travmalı insanlardır. Onların ağır travmalarından çıxa bilməmək problemləri var. İşte gələ qədər, karma, qəlbləri möhürlənib mənasında. Yəni özləri möhürləyiblər, belə deyək. Çünki şəxsən Allah istəməz kimisə qəlbi möhürlənsin. Biz qanunu elə qoyub ki, güya ki Allah möhürləmiş kimi çıxır, amma qanunu Allah qoyub, amma sən özün seçirsən, elə davranırsan ki, yeni bədən alanda qəlbi möhürlənmiş gəlirsən bura. Kiminsə qəlbini möhürləmirsən, kiminsə gözünü yummursan, kiminsə həyat şansını əlinə almışsan, bilmirəm. Ruh olaraq başqa bədəndə. Yəni qəlbi möhürlənmək anlayışıdır o, nihilizm, yoxluğa, pusluğa getmək. Sən varsansa, deməli hər şey var. Nəsə yoxdur demək axmaqlıqdır məncə. Kəskin və qısa bunu fikirləşirəm. Ümumi belə deyək, biz tam olaraq nəyi anladıq? Belə deyək, bu qısa, əslində qısa deyil. Yəni sadəcə söhbət o qədər maraqlı gedir ki, burada izləyəcəksiniz bilmirəm, mənim üçün qısa gedir sanki vaxt. Bu ümumi anlam anlayışının içərisindən, məna anlayışının içərisindən ümumiyyətlə mənim öz şəxsi yanaşmalarım necədir? Məsəl üçün bir sual veririksə, bu sualı hissələrə bölüb, sualın hər bir hissəsini izah eləmək və daha sonra ümumi anlama çatmaqdır. Və burada anlam deyəndə, məna deyəndə, yəni məsəl üçün məna tutaq ki, mənim üçün filan şeydir. Bunu qoyaq kənara. Məna anlayışının özü ümumiyyətlə nədir? Məsəl üçün bir insan bu sual veriləndə, yəni o hansı aspektdən baxmalıdır ki, bu suala cavab versin? Aydın, çox gözəl. Məna sözü ərəbcədən gəlib bizə. Məna, ayn hərfi var orada, ayn səsli var. Bayaq bir söhbətlərin birinə misal çəkdim, Quranda var, lə təhsən innəllahı məna. Ərəbcə bilmirəm tərcüməsini. Hüzünlənmə, həzin, hüzün, lə təhsən. İnn həqiqətən Allah məna, məna. Buradadır, burada və indi. Məna ruhi varlığımızdır. Və Allahla ünsiyyətimizdir məna. Belə görürəm və bunu sübut etməyə də hazıram. Məntiqlə sübut etməyə də hazıram. Hələ ki, mən ifadə etdim, altın teoremi ifadə etdim, sübutu da istədiyiniz vaxt hazırdır. Amma biz vaxt lazımdır. Bunu əgər maraqlı olarsa və yaxud da mənə maraqlıdır, növbəti videolarda daha... Bəli, ruhi bilik kontekstinə girib mən ödənişlə bu təlimləri keçirəm. Çünki istəyirəm ki, insan bunun qədrini bilsin.
Amma sənin o axtarışın xətrinə və o cəsarətin xətrinə silsilə olaraq bunu dərinləşdirə bilərik. Qoy bəxti gətirib YouTube-a baxanlar bu barədə məna əldə etsinlər. Mən bildiyim qədər sizin öz YouTube kanalınızda da bu ruhi bilgilərlə bağlı videolar olacaq. Olacaq. Biz başlamışıq xeyir dualarla. Bizi sevən insanlara xeyir dualarla görək. Yəqin ki, orada da dərinləşdirəcək bu mövzular. Amma orada mən daha çox psixoloji problemlərə toxunmaq istəyərdim. Amma Elvin bəylə söhbətlərdə də bu bir şaxə aça bilərik bu mövzuda. Bəs bu məna naşididir, izahını verirsiniz tam olaraq məna nədir? Bəs mənaya verilən müəyyən subyektiv izahlar var. Bəs bu subyektiv olaraq yanaşsaq, sevgi anlayışını götürək. Çünki bayaqdan müsbət və yaxud da mənfi fikirlər, həmçinin bu mənə görə müsbət belə deyək də duyğuların ən önəmlisi, ən üst hissədə sevgi anlayışı durur. Sevgi anlayışı bu mənanın harasındadır? Və ümumiyyətlə yoxdurmu bəlkə də? Maraqlı o ayə yazmış. Allah deyir nur içində nurdur. Baxın, dedim axı məna həzdir. Həzzin ən böyük sevgi deyilmi? Deməli sevgi düz ortada durur. Məsələn, Latın əsaslı sözdən götürsək, sanskritdən gəlir bu amor sözü var. Hətta bəzi İspan dilinə, İtalyan da hərəsində bir cür amore, amor səslənir. Amma sanskritdən gəlir, Latın dilinə oradan da bu tərəfə gəlir qədimdən bəri. Amor nə deməkdir? A inkar şəkilçisidir. Mor, mortis ölümdür. Görün nə gözəl ifadə edirlər. Sevgi ölümsüzlük deməkdir. Ölümsüzlük ruhi həyatdır. Mən təlimlərdə çatdırıram və sübut edirəm ki, elə sevgi ilə ruhun öz materialıdır. Ruhun materialı nədirsə sevgidir. Demək, sevgi, yəni amor, ölümsüzlük həyatın mənasının mənasıdır, mənasının şirəsidir. Həzzin ən böyük sevgi. Sevgi nəyə qurban etməliyik ki biz? Həqiqi sevgini dadsaq. Həqiqi sevgini dadanlar bilir. Məcnunun da hekayəsi var. Sevgiyə, o hissin özünə, hətta Leylini belə qurban verir. Hissin özünə deyir, Leyli, get sən o Leyli deyilsən. Çünki anlayır ki, o hissin özü özündədir. O material özüdür. Sevgi kiməsə qarşı olan hiss deyil. Sevgi qarşılıq münasibəti deyil. Sevgi sənin ruhunun halıdır və materialdır. Sadəcə hansısa bir sifət, obraz, surət, davranış, yanaşma səndə o ruhsal materialı oyandırır və sənə elə gəlir ki, xəstəcəsin ki, budur sevgimin səbəbi. Xeyr, sevginin səbəbi də, material da özünsən. Sadəcə bu obraz sənə əzəli varlığın obrazını xatırladıb. Əsl sevginin bir obyekti kimdir? Əzəli varlıq. Yəni, alim mənin bizim sevgimizin yeganə əsl obyektidir. Bu məntiq sıralaması ilə. Ən üstdə ali varlığı olan sevgidir. Yerdə qalan... Yeganə sevgi o da. Hətta yeganə sevgi. Qalanlar təhrif olunmuş formatlardır. Linzalardan keçən formatlardır. Linza nədir? Bizim beynimiz. Hərənin beyni bir linzadır. Oradan keçərək təhrif olunur. O zaman Shakespeare-in sözünə müəyyən qədər həqiqət tapa bilirik də, yəqin ki. Shakespeare nəyə yalan deyib ki? Yarımçıq deyib, amma yalan deməyib yəqin ki. O ifadəni nəzərdə tuturdum. Sevgi əslində bizim beynimizdə düşündüyümüz duyğuların qarşımızdakı bir insanda həmin insanın yer inkasıdır böyle. Yani Vысоцкий deyir, если ты не любил, ты не жил. Если не любишь, не живешь. Rusça. Yəni tərcümədə sən sevmirsənsə yaşamamısan. Sevməmisənsə yaşamamısan. Sevmirsənsə yaşamırsan. Yaşayırsansa deməli sevirsən. Yəni varoluşumuz sevgidir. Sevgidən başqa bütün varlıq mənasız və qurudur da. Ticarətdir. Dünyada iki şey var. Baxın, gördüyümüz dünyada. Biri ruhi qapıdır, biri dünyəvi qapıdır. Ticarət dünya qapısıdır, sevgi ruhi qapıdır. Sevgi nədir? Biraz fərqli mövzudur. Sevgi nədir? Sevgi bir qızın bir oğlana etirazı və əksinə olan etirazıdırmı? Sevgi yoxsa iki dərrakə, ağıllı məsələn, ünsiyyətin bilgəli. Məsələn, bizim ünsiyyətimiz sevginin bir parçasıdır. Sevgi 3 mərhələdə təzahür edir bu dünyada. Ruhi dünyada bir mərhələdir, bir variantdır. Ruhi dünyada sevgi bir toxunuşdur və partlayışdır, hissdir, əzdir. Amma maddi dünyada 3 çıxış var. 3 yuxarı çakradan çıxışı var. 3 aşağı çakradan, bir də ortadan çıxışı var. Çünki 3 yerə bölünür insan kobud olaraq. Yuxarı 3 çakra təfəkkür çakralarıdır. Aşağı 3 çakra cinsəlik çakralarıdır. Maddi həyat çakralarıdır. Ortadakı isə şeydir, mənlikdir, emosiya, sevgi hissi çakrasıdır əslində. Ona görə mən deyəndə əlimizi sinəmizi qoruq, nə isə. Dərrakə uyumluğu sevgidir. 3də biri. 3də biri emosional uyğunluqdur. Yəni hisslərimiz, eyni şeyə ağlayıb, eyni şeyə gülmək qabiliyyətimiz. Və aşağıda cinsəl cazibə, cinsəl uyğunluq nədir? 2 nəfərin cinsi, şiddətli cinsi cazibəsi. 3-ü birində sevgidir bu dünyada. Bu dünyada siz yoxdur. Bu dünyada sevgi necə tapaq desələr, soruşublar. Sevgi odur ki, sənin bir insanla 3 səviyyədə
Məsələn, əgər ağıl səviyyəsində uyğunsunuzsa, siz əməkdaşlıq və yoldaşlıq edə bilərsiniz. Əgər həm ağıl, həm emosiyada uyğunsunuzsa, yuxarıdan aşağı gələkdir. O daha məntiqlidir. Demək, siz dostluq edə bilirsiniz. Həm ağıl, həm emosiya. Yəni, dostunla eyni şeyi gülüb, eyni şeyi ağlayarsan. Amma dostunla cinsi əlaqə yoxdur. Əgər həm ağıl, həm emosiya, həm cinsi səviyyədə uyğunsansa, 3 səviyyənin içində də, yəni 7 çakra əhatə edirsə bu çıxış-giriş, bu sevgidir. Həqiqi sevgi budur. Bu maddi dünyada, ruhi dünyada hamısı birində Allaha qarşıdır. O zaman burada belə bir sual çıxa bilər məncə. İzləyicimizə mən verim. Biz bunu artıq münasibətdən öncəmi bilirik? Yəni misal üçün bir insan çıxanda qarşımıza, yoxsa münasibətin belə deyək, məhərrəsindən, yəni artıq öncə də tam bilə bilmərik. Ünsiyyət saxladıqca bilə bilərik. Ünsiyyət saxladıqca məsələn həm də çay içmək yox. Oturub çay içməklə bilərik ki, qarşımdakı ilə bizim dərrakəmiz uyğundurmu? Sonra bir filmə baxarıq, emosiyalarımıza baxarıq. O da ağlayır, mən də ağlayıram eyni şeyə. Xatirələri paylaşıb ağlaya bilirik, gülə bilirikmi? Aha, və cinsi cazibə də bunun bazasında varmı? Cinsi cazibə səni çay içməyə oturub vəlibatlar edir də. Çay içə-içə, baxın, dünyada isə mən yuxarıdan aşağı başlasam da, dünyada sevgilər cinsi cazibədən başlayır əslində. Cinsi cazibə, sonra hisslərin uyğunluğu, sonra dərrakə. Ən sonunda dərrakə. Bu şəkildə yığa-yığa gedirsən, bu mənim adamımdır. Bununla biz yol gedə bilərik. Bu şəkildə. Çalışdığım qədər bir məntiqi strukturu qorumağa çalışıram. Buyurun. Bir ən yuxarısı da məna anlayışından danışdıq. Məna dedik sevgi. Sevgiden danışdıq və indi çox maraqlı bir sual yaranır yenə burada. Məna nədir? Cavab verdik. Sevgi mənanın harasında da buna cavab verdik. Amma bir də sanki o bir ürəyində. Bir yerdə qalan, necə deyim, o yarımçıq qalan bir hissə oldu. Hansı ki, hal-hazırda müasir dövrün hətta deyərdim, yenə də ən böyük problemlərdən biridir. Hətta müəyyən ölkələr var ki, orada daha ciddi bu sıxıntılarla qarşılaşdırırıq. Tənhalıq problemi, burada tənhalıq deyəndə sevgidən tənhalığı nəzərdə tutmuram təbii ki. Burada eyni zamanda o mənasızlığın əslində yaratdığı tənhalıq da var. Bəli. Bəs bu, misal üçün, hər şey çox gözəldir, yəni məna var. Çünki məna ruhun özüdür. Bu tənhalıq mümkündürmü? Məna varsa sevgi var. Sevgi varsa tənhalıq ola bilərmi? Bax, sevginin həqiqi obyekti olan ali şəxslə ünsiyyətdəsin. Tənhalıq da qaba maddi təfəkkürdən doğur, elmsizlikdən doğur. Tənhalıq odur ki, mən bu bədənəm və bütün qohumlarım tutaq ki, ölür və ölməyib. Mənə başa düşmürlər. Yeniyetmələrdə olur. Məni incidirlər, mənə başa düşmürlər. Mən işimə lazım deyiləm. Mən tənhayam, mən yazığam, mən fağıram. Yəni, həm bu dünyadan olursan, həm ruhi dünyadan olursan. Tənhalıq doğrudan ağır bir şeydir və bu tənhalığı məqsəd yönlü yaradılır. Çünki tənhaları idarə etmək asandır. Tənhaların beynini də, hətta cinsəlliyinə qədər idarə etmək də asandır. Tənhalıqdan serial qatillər çıxır ortaya. Tənhalıqdan bütün negativlər ortaya çıxır. Bəs tənhalığın özü bu sevgisizliyin özündən çıxırdı o zaman, düzdürmü? Sevginin olmadığı ortamda. Sevgisizlik də mənasızlıqdan çıxır. Mənasızlıq da biliksizlikdən çıxır. Ona görə mən deyirəm, mən Allaha inanmağın tərəfdarı deyiləm, bilməyin tərəfdarıyam. İnanc mənanı tam verə bilməz. İnanc zombiləşmədir. Mənanı bilik verər, o bilik o mənanı eşələyib sevgini tapar, o sevgini tapanda dadan ki, tənha olmaz. Bu yolda, məsələn, cütlərin sevgisi bir məşq yoludur. Bir cütün arasında olan sevgi, o Allahla ünsiyyətin məşqidir. Məla. Bu cür, belə deyək, həmişə mövzularda sıxıntılar, problemlər ortaya qoyulur, amma həmişə demişəm, bu, bəs neyiniyək, bu sonda sual yaranır, bəzən olur, bir veriliş izləyirik və yaxud da bir, hər hansı bir kitabı oxuyuruq, orada izah edir, ətraflı danışır, elmi tərəf, fəlsəfi tərəf, amma bizə demir də, neyiniyək bəs? Yəni, hər nə olsun istəsi, bəli. Hər nə olsun. Sonda, yəni, bu qədər danışdır, amma izləyici deyil, bəlkə, yəni, sonra hissəsi. Yəni, odur ki, kim məna axtarırdısa, qulaq verib dərinləşdirə bilər, elmin müəllimə müraciət edə bilər. Əli doktor, bəs bizə başqa daha, yəni bunun yolunu necə göstərərsiniz desək, bizim təlimlər də var, reklam və təbliğat deyil məqsədim, təlimlər də var və bizim silsilə söhbətlərimizi, məsələn, bizim o digər kanaldakı ruhi biliklə bağlı söhbətlərimizi dinləyə bilərlər. Həyatlarında həm ruhsal rahatlıq, həm də pul, yəni maddi dəyər əldə etmə imkanları, heç olmasa minimal maddi dəyərlərdən heç vaxt əlindən alınmamağınızı istəyirsinizsə, gəlin bunu təlim edək. Baxın, hər nə olsunun cavabı budur.
O zaman Əli bəy, biz bu videonun şərh hissəsində həm sizin YouTube, həm də sosial şəbəkə hesablarını yerləşdirəcəyik link olaraq. Maraqlanmaq Məncə istəyən baxa bilər. kifayətdir. Maraqlanmaq istəyən, axtaran, o məna axtaran tapacaq. Elə videonun başında dediyimiz məna hissəsi zaten. Hətta biz heç bir link verməsəydiniz belə, bizi adlarımızla axtarıb nəsə tapa bilərlər. 20-ci əsrdə yaşayırıq. Bəli. Əli bəy, mənim üçün xoş oldu. Məncə mövzu kifayət qədər maraqlı oldu. Mən çox sərhəddi fikirləşmişdim, amma mövzudan mövzu çıxdı və maraqlı oldu belə deyək. Mən istərdim bu belə deyək, bu sonumuz olmasın. Yenidən biz fərqli bir mövzuları həm izləyicilərin istəyi ilə ola bilər və yaxud da biz özümüzə bizim üçün maraqlı olan, yəni söhbət eləmək istədiyimiz mövzuları növbəti podkastlarda çəkiliş edək. Mən sizə minnətdaram ki, doğru suallarla zehnimdəki doğru faylları ortaya qoydunuz və yolu doğru göstərə bildiniz. Ona görə də sualları mən təklif eləməyəcəm heç vaxt. Elvin bəyin öhdəsinə buraxıram. Minnətdaram Əli bəy. Çox sağ olun. Çox sağ olun.